Borcun yazılı sənəd olmadan verilməsindən danışırıq. Fərqanə xanım, pul borcu yazılı müqavilə olmadan verilərsə, onu necə sübut edə bilərlər? Pul borcu yazılı müqavilə olmadan verilərsə, çox vaxt bizim mentalitetə uyğun deyil deyə deyirlər ki, bu mənə söz verib, mütləq o aldığı pulu geri qaytaracaq. Bizim insanların etimadından irəli gəlir bu. Amma əsasən demək istəyirəm ki, yəni onlara getməsinlər. Getsinlər ya mediasiya vasitəsilə müqavilə bağlasınlar, saziş bağlasınlar, barışıq sazişi bağlasınlar, dövlət rüsumunu ödəsinlər, ondan sonra borc müqaviləsi həyata keçirsinlər. Amma çox vaxt indi dediyim kimi, yəni etimada əsaslanıb eləmirlər, deyirlər ki, mənə söz verib bu məbləği ödəyəcək. Amma çox vaxt da əfsuslar olsun ki, aldadırlar, insanların etibarından sui-istifadə edirlər, onu vermirlər. Amma WhatsApp yazışmaları var, tərəfin məlumatı olduğu halda onun səs yazmaları var, onlar məhkəmədə sübut kimi keçir. Bir də öz aralarında bir də görsən, adi vərəqdə yazılar yazır. Bəli, əl yazısı ilə yazır, orada şəxsiyyət vəsiqəsini qeyd edir, seriyasını qeyd edir, bəli, verib, bu məbləğini harada verib, hansı şəkildə verib, hansı şəkildə alıb ondan, onu qeyd edir, cavabdeh şəxs də imza atır altına, adın familiyasını qeyd edir, özü də imza atır. Və çox vaxtda müqavilə olmasa da, yazılı müqavilə bağlamasalar da video şəklində çəkirlər. Ki, faktiki olaraq mən bu şəxsdən filan məbləğdə vəsaiti aldım, borc olaraq aldım, filan müddətdə qaytaracam. O da keçərlidir. Yəni, qarşı tərəfin məlumatı var. Ona görə bu məhkəmə predmeti ola bilər. Bəs belə hallarda şahid ifadələri necə? Hüquqi əhəmiyyət daşıyır? Əlbəttə ki, daşıyır. Şəxs videosunu çəkir, sənədi təqdim edir, deyir ki, yox, mənə zor tətbiq elədi, mənə şantaj elədi, yalandan məhkəmədə gedir, deyir ki, yox, belə elədi, mənə zor tətbiq etməklə bu videonu çəkdi. Onun da sübut etmək üçün faktik olaraq həmin vaxtda, həmin prosesdə iştirak etmiş şahidlər, 3 şahidin olması yəni əhəmiyyət kəsb edir. Məhkəmə üçün, yəni işin axımını dəyişmək üçün kəsb edir, sübut etmək üçün. Aydın. Deməli, kağız üzərində olan müqavilə, öz aralarında yazılıqları, yazışmalar və yaxud da ki, WhatsApp yazışmaları bu hallarda, bunlara baxmayaraq, əgər borc geri qaytarılmırsa, o hallarda hansı hüquq addımlar ata bilər? Geri qaytarılmırsa məhkəməyə müraciət edir. Bir də onu da qeyd edeyim ki, xüsusi hallarda... Məhkəmədən edə bilər, hansı hüquq addım? Məsələn, daha asan variantı nə olar? Daha asan variantı, bayaq qeyd edədiyim kimi, mediasiyaya müraciət edə bilərlər. Mediasiyada müqavilə bağlaya bilərlər ki, faktik olaraq mən bu şəxsə plan qədər məbləğdə borc verirəm, bu müddətdə qeyri-müəyyən müddətdə özləri öz aralarında razılaşırlar, bu müddətdə geri qaytaracaq. Həmin saziş də keçərlidir. Çox vaxt notarius da gedib bu müqaviləni bağlamırlar rüsuma görə, amma mediasiyada elə deyil. Yəni, bir daha qeyd etmək istəyirəm ki, vətəndaşlarımız mediasiya hər hansı bir mübahisə ilə bağlı açıq ürəklə, yəni müraciət edə bilərlər. Hər bir mübahisənin həlli ilə bağlı məhkəmələri getməmişdən öncə birinci mediasiyaya müraciət edin. Mediasiyada sülh yolu ilə öz aranızda danışdığınız, razılığa gəldiyiniz sazişi bağlayın. Yəni, hər mediasiyada bir şey qeyd edin ki, uduzan tərəf yoxdur. Yəni, hər iki tərəf qalibdir. Çünki hər ikisinin xeyrinə olan bir saziş bağlanır. Hər iki tərəf mənfəətlə çıxır, onu deyim. Mənim özüm üçün maraqlıdır bu sual. Mediasiyaya yönləndirilən, mediasiyaya daha doğrusu müraciət edilən problemlərin təxminən neçə faizi məhkəməyə gedib çıxmadan öz həllini tapır? Faktiki olaraq bizə göstəricidə göstərir ki, indiyə qədər əvvəllər mediasiya təzə yarandığı, mediasiya şurası təzə yarandığı vaxtdan indi çox artıq, yəni müraciətlər, indi öz əksini tapan problemlər həddindən artıq çoxdur. Bu da öz növbəsində məhkəmə yükünün azaldılması deməkdir. Yəni, indi getdikcə inkişaf edir mediasiya sahəsi. Aydın. Çox sağ olun. Buyurun. Təşəkkür edirik. Buyurun, mən təşəkkür edirəm. Ətraflı, əhatəli cavablandırdığınız üçün çox sağ olun. Sağ olun.